Hətta belə deyək, mürəkkəb adlar nədir? Mürəkkəb adlar, baxın sizə belə izah edeyim. Hər zaman söz birləşməsi şəklində olur. Söz birləşməsi şəklində olur. Və mürəkkəb adların tərkibində mütləq şəkildə nə olur uşaqlar? Xüsusi isimlər. İndi, biri var xüsusi isim. Məsəl üçün, Bakı, şəhərin adıdır. Bunun növü nədir? Nə cinsindəndir? Bu varlığın adı nədir? Tayfası nədir? Şəhər, düzdür? Nə olduğunu yanında yazdığımız təqdirdə bu artıq olur nə? Mürəkkəb ad. Oldu Bakı şəhəri. Məsəl üçün, Kənan. Kənan nədir deyənməyəcəm. Kimdir? İnsan. Xüsusi isimdir, düzdür? Bu mürəkkəb ad sayıla bilməz. Amma Kənanı soyadını yanında yazsaq, Piriyev, elə Kənan. Piriyev Kənan olacaq artıq mürəkkəb ad. Başa düşdünüz? Mürəkkəb ad bu deməkdir. Biri var ki, Himalay. Himalay nə növüdünəndir, ya nə cinsindəndir, nə tayfasındandır. Dağ. Qarşısında yazacağıq tayfasının adını, Himalay dağı. Olacaq mürəkkəb ad. Başa düşdünüz? Bax, mürəkkəb adlar bu formada xüsusi isimlər içərisində barındıran, bəsləyən və söz birləşməsi şəklində olan sintaktik nələrdir? İfadələrdir. İndi başlayaq görək, bizim mürəkkəb adlarda qarşımıza nələr çıxacaq, nələri bilməmiz lazımdır. Piriyev Kənanı da sildik həyatımızdan. Deməli, uşaqlar, 1. Bəzi mürəkkəb adlar var ki, bütün hərfləri böyüklə yazılır. Baş hərflər necə yazılır? Böyüklə, hamısında. Bunlar nələrdir? Ölkə adları. Ölkə. Ölkə daxilindəki təşkilat adları. Dövlət orqanları, dövlət qurumlarının adları. Hamısı. Və insan adları, soyadları, təxəllüslər, ləqəblər hamısı birlikdə nə olmuş olacaq? Böyüklə yazılmış olacaq. İnsan ad, soyadları, həmçinin tərkibində günü sözü olan bütün müqəddəs günlər, yəni beynəlxalq günlər, bayramlar, hamısı böyüklə yazılmış olacaq. Məsəl üçün, ölkə, bayaqlarım dediyi CAR, nə idi? Cənubi Afrika Respublikası və yaxud da ABŞ, Amerika Birləşmiş Ştatları. Mən bunu abreviatura ilə yazdım. Və yaxud da nə ola bilər? Təşkilat adları deyək. Məsəl üçün, Qızıl, Aypara, nəyi? Cəmiyyəti. Düzdür? Gördünüz, hamısı böyüklə yazılmış oldu. Orqan, məsələn, dövlət orqanı, daxili İşlər Nazirliyi. Sonra qadasını aldıqlarım. Düzdürmü? Yəni, bu formada nə olur? Görürük ki, hamısı böyüklə yazılmış olacaq. İnsan adı soyadlarında da bəllidir, bayaqlarım yazdığımız kimi. Və yaxud da təxəllüs ola bilər. Məsəl üçün, Topal Teymur. Hər ikisi böyüklə yazılmış olacaq. Günü sözü olan hamısına aiddir. Bu, məsəl üçün, beynəlxalq qadınlar günü. Böyüklə. Başqa nələr var gün olan? Milli dirçəliş günü. Düzdür? Milli müstəqillik günü. Atilla, ümumiyyətlə nəsə başa düşə bilirsən buradan? Maşallah olsun. Bax, bunlar uşaqlar. Bir tək silahlı qüvvələr günü olsun. Sən xətirbə. Bax, dövlət təşkilatında, bax, hətta universitetlər, hamısı böyüklə yazılır. Məsələn, bu nədir? AMEA. Azərbaycan Milli Elmlər Akademiyası. Məsəl üçün, bu var. Nəsimi adına Dilçilik İnstitutu. Dövlət orqanıdır, dövlət təşkilatıdır. Başa düşdünüz? Dövlət qurumudur. Və yaxud da şöbə ilə bağlı testdə də bir dənəsi qarşımıza çıxacaqdır. Məsəl üçün, Ağsu rayonu təhsil şöbəsi. Baxın, şöbə sözü normalda kiçiklə yazılır. Harada? Hər hansısa bir qurumun içərisində olursa. Məsələn, Sumqayıt Dövlət Universitetinin maliyyə şöbəsi. Maliyyədə şöbədə kiçiklə yazılır. Amma bu, hər hansısa bir dövlətin bir rayondakı rəsmi qurumudur. Başa düşdünüz? Sonra təşkilat, hökumət və qeyri-hökumət təşkilatları fərqi yoxdur. Partiyalar, Yeni Azərbaycan Partiyası, dövlətin
bir nəzdində yerləşən qurumdur, elə deyilmi? Partiya. YAP. Qeyri-hökumət təşkilatda onun kimi. Məsəl üçün, sonra nə var? ATƏT var, düzdür? Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı. ATƏT. Düzdür? Hamısı böyüklə yazılacaq. İndi baxın, bu bayaqdan bunu yazırıq biz. Buna nə deyirlər uşaqlar? Abreviatura deyirlər. Abreviatura nədir? Mürəkkəb adların ixtisarlaşmış formasıdır. Yəni, mürəkkəb adların hamısının baş hərfinin özünü yazırıq sadəcə ki, burada görünmüş olur. Bildinizmi? İxtisar deyirlər. Və ixtisara artırılan şəkilçilər, artırılan şəkilçi, ixtisarın ahənginə uyğun olur. Yəni, məsəl üçün, Bakı Dövlət Universiteti, düzdür? Buna şəkilçi artırsaq, ya artırarıq, yoxsa nə artırarıq? Nə artırarıq? Hara gedirsən? B-Dunəyə gedirəm. B-Duya gedirəm. Ahəngin ixtisarına uyğun artırırıq. Olsun elə ATƏT sözünün özü. ATƏT də deyək ki, düzdür? ATƏT-in yoxsa ATƏT-ın? Niyə? Çünki bunun deyiliş tərzi budur, ATƏT. Amma açılışda Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yoxsa təşkilatının, əgər bu açıq şəkildə yazılsaydı budur. Amma bunun ixtisar ahəngi ATƏT-dirsə biz ATƏT-ın deyə bilmədik. Başa düşdünüz? Bu da önəmli məsələdir. Və uşaqlar, və bu cür yazılarda yardımçı sözlər var. Yardımçı sözlər. Bu yardımçı sözlər nədir? Üzrə və adına, yanında kimi sözlər var. Bunlar mürəkkəb adların hamısı böyük yazılsa da, o adların içərisində kiçiklə yazılır hər zaman. Və bunlar ixtisarda iştirak etmir. ATƏT-in içərisində və görə bilirsiniz. Bəlkə lap yaxın zoom eləyib baxsınız, burada görərsiniz. Amma yoxdur. Sonra burada yuxarıda nə yazdıq biz? Nəsimi adına Dilçilik İnstitutu. Baxın, adına sözü var. Görürsünüz? Gördünüz mü? Yoxdur. Sonra nə deyə bilərik başqa? Prezident yanında Dövlət İdarəçilik Akademiyası var. Bu yanında hardasa açıq bir şəkildə yazıldığı, yəni ixtisarda. Yazılmır, bu xüsusilə dia gedir. Başa düşdünüz yardımçı sözlər nədir? Günel xanım, anladınız? Çox sevindim. Keçdik ikinci. Deməli uşaqlar, o sözlərə nə sözlər deyirlər? Mirzə, titul bildirən sözlər. Titul bildirən. Bu sözlər əvvəldə gəlirsə böyüklə, ortada və sonda gəlirsə kiçiklə yazılır. Baxaq. Məsəl üçün, Şah İsmail. Bax, Şah gəldi əvvəldə, oldu böyüklə. Düzdür? Molla Vəli Vidadi. Əvvəldə böyüklə. Mirzə bilirsiniz də yazmağı bacaran, yazan adamlara deyirdilər. Mirzə Ələkbər Sabir. Əvvəldə gəldi və bunlar böyüklə yazıldı. Nə dedik? Ortada və sonda gələndə kiçiklə yazılacaqlar. Məsəl üçün, Nadir Şah. Şah artıq kiçiklə yazılacaq. Əvvəldə gəlsəydi Şah Nadir böyüklə olacaqdı. Və yaxud da Qasım Bəy Zakir. Ortada gəldi və kiçiklə yazıldı. Və yaxud da ağa sözü bəli orada kiçiklə yazılacaq. Burla Xatun kiçiklə yazılmış oldu. Anladınız mı yəni söhbət nədən getmiş olur? Bax bunlar yadımızda qalsın. Keçdik üçüncüyə. Bayaqların dedik ki, dövlət təşkilatları, qurumların hamısı böyüklə yazılır. Amma həmən qurumlarda, orqanlarda vəzifə bildirən sözlər, insan anlayış bildirən sözlər kiçiklə yazılacaq. Məsəl üçün, bayaqlarım dedik ki,
Daxili İşlər Nazirliyi. İndi isə olacaq Daxili İşlər ikisi böyüklə, naziri kiçiklə. Azərbaycan Respublikasının təhsil naziri, təhsil sözü nə olacaq? Böyük, naziri sözü kiçiklə yazılır. Oldu mu? Əvvəl nə var idi? Milli Məclisin sədri böyüklə yazılırdı. İndi artıq onu kiçiklə elədilər. Milli Məclisin sədr sözü kiçiklə olacaq. Sonra nə vardı? Azərbaycan Respublikasının baş naziri sözündə. Nazir böyüklə idi, nazir də artıq kiçik oldu. Baş nazir. Gözdə ora gəlməmiş yəni. Ora güc toplayıb elə gələcək. Baş nazir. Və yaxud da vitse-prezident belə, birinci vitse-prezident, o belə uşaqlar kiçiklə yazılacaq. Azərbaycan Respublikasının birinci vitse-prezidenti kiçiklə yazılacaq. İndi bilmirik, gələcəkdə böyük olacaq yoxsa. Bunlardan, insan anlayışı bildirən bu cür vəzifələrdən Azərbaycan Respublikasının prezidenti, onu tam yazım ki, sonra. Bəli. Sonra Azərbaycan Respublikasının Ali Baş Komandanı, bu da qadasını aldığımdır. Bir də Azərbaycan insan adı bildirənlərdən söhbət gedir. Milli qəhrəmanı. Hamısı böyüklə yazılır. Həmçinin Sovet İttifaqı qəhrəmanı da hamısı böyüklə yazılır. Oldu mu? Bunu da mən inanıram ki, heç vaxt yaddan çıxartmayacaqsınız. Keçdik növbətiyə. Əsər adı. Əsər deyəndə burada şeir, hekayə, roman, nə bilim, mahnı da bir əsərdir. Nə bilim, opera da bir əsərdir. Balet də bir əsərdir. Hamısı. Ümumiyyətlə, əsərdən söhbət getmiş olur. Əsər adı. Orden, medal adı. Kafe, restoran, otel adları. Canım sizə desin, sonra nə? Stansiya. Stansiya adı. Teatr. Sonra nə var idi burada? Yadımıza düşsə. Hə, qəzet və jurnal adları. Qəzet, jurnal, həmçinin nəşriyyat adları. Nə olur uşaqlar? Birinci söz böyüklə və dırnaq içində yazılır. İkinci söz normal bildiyimiz kiçiklə, adi söz birləşməsi kimi. Məsələn, əsərdən başlayaq. Deyək ki, Hüseyn Arifin Analar şeiri. Şeirin adı həmişə dırnaq içindədir. Və yaxud da 7 gözəl. Baxın, testə düşür, gözəl sözünü böyüklə verirlər. Qarışdırmayaq. 7 gözəl poeması da ola bilər, 7 gözəl baleti də ola bilər. Sonra nə var? Hekayə. Deyək ki, nə hekayəsi olar? Abdullah Şaiqin Köç hekayəsi. Dırnaq içində. Opera. Koroğlu operası. O da bir əsərdir. Koroğlu operası. Balet falan bunlar da yazdıq. Testdə bir dənə də səhv düşüb və bunu da özünüz tapacaqsınız. Mən indi deyirəm bunu. Film adıdır. Uzaq sahillərdə. Filmin adı budur. Uzaq sahillərdə filmi. Səhv kimi veribdi, sahillərdə sözünü böyüklə yazıb. Oldu mu? Bir tək hər ikisi böyük olan nə olmuş olur uşaqlar? Bax, dediyi orada medal adları. Azərbaycan bayrağı. Nəyi? Deyək ki, ordeni. Burada bayraq da böyüklə yazılmış olacaq. Orden medal adları deyək ki. İstiqlal ordeni, şöhrət ordeni, nə bilim və s. Kafe. Məsəl üçün, nə kafesi deyək ki? Lalə kafesi. Restoran. Rəvan restoranı. Rəvan xeyirli olsun. Dırnaq içində yazılacaq. Qəzet adı, jurnal adları. Məsəl üçün, nə qəzeti var? Deyək ki, Xalq qəzeti. Jurnal, nə jurnalı var? Olsun Molla Nəsrəddin və yaxud da Füyuzat jurnalı. Allah başınıza
daş salmasın, yazıqsız. İndi gəl burada telefonu tap. Və nəşriyyat adında bir məsələyə diqqət eləyək. Nəşriyyat adı, uşaqlar, bildiyimiz kitablarda var ya, Şərq-Qərb nəşriyyatı, Çaşoğlu nəşriyyatı. Deyək ki, baxın, əvvəlki məktəb kitablarını Çaşoğlu nəşriyyatı çıxarırdı. İndi bu var. Azərbaycan Dövlət Nəşriyyatı. Bu artıq hamısı böyük nədir? Niyə görə? Çünki dövlət qurumudur. Başa düşdünüzmü? Dövlətin özünün tərkibində olan, sırf dövlətə məxsus olan bir nəşriyyatdır deyə istisnadır ki, bu nəşriyyat hamısı böyüklə və dırnaqsız şəkildə yazılacaq. Oldu? Gözəl. Keçdik növbətiyə. Neçəncini izah edirik? Dördüncünü, düzdürmü? Bildiyimiz dağ, çay, dəniz, göl, küçə, şəhər, kənd, qəsəbə, park, xiyaban, küçə və s. Bunların hamısında birinci söz böyüklə, ikinci söz bildiyimiz normal söz birləşməsi kiçiklə. Məsəl üçün, dağ nə dağı yaza bilərik? Kəpəz dağı. Nə bilim, Kür çayı. Aralıq dənizi. Egey dənizi, Xəzər dənizi. Nəsə küçə, Sülh küçəsi. Nəsimi parkı. Qəsəbə, Sevinç qəsəbəsi. Gəncədə yerləşir təbii ki. Meydan da onu kimi. Azadlıq meydanı. Belə, biraz sürətli yazıram, hərfləri görməyə bilərsiniz. Nə bilim, park dedik, kənd dedik, hər hansısa bir kənd, Hacallı kəndi, Polatlı kəndi. Şəhər, Sumqayıt şəhəri, ümumiyyətlə nə istəyirsənsə, Maral gölü və s. və s. Hamısında bu formada olur. Sonra 5. Tarixi dövr, sülalə, döyüş, sülh müqavilə. Bunlar hamısı bayaqki qaydadadır. Birinci söz böyüklə, ikinci söz kiçiklə. Bir tək nəyə baxmaq lazımdır? Tarixi dövrdə xüsusi adı bildirən sözlər. Baxın, orta, üst, alt, paleolit dövrü. Bax, burada bunlar da, bu da böyüklə yazılacaq, dövrü kiçiklə yazılacaq. Tarixi dövr. Sülalə, məsəl üçün, Dərbəndilər sülaləsi. İbrahim Dərbəndi, səhv eləmirəmsə, Şirvanşahlardır. Dərbəndilər sülaləsi. Döyüş. Nə var məsəl üçün? Cabanı döyüşü, Vaterloo döyüşü, Almaqulağı döyüşü. Almaqulağı idi o. Sonra sülh, müqavilə nələr var? Məsəl üçün, Gülüstan müqaviləsi. Qəsr-i Şirin sülhü və s. və s. Oldu mu? Bəli, müəllim, oldu. Sonra keçdik nəyə uşaqlar? Nəyə keçdik? Nə qaldı ki? Mürəkkəb adlar cümlədə heç vaxt parçalanmayan, həmişə olduğu kimi qalan mürəkkəb cümlə üzvü sayılır. Hər zaman, istisnasız. Və söz birləşməsi şəklində olur da. Bəs nə olur? Bəli, bəli. Yəni, mürəkkəb adları siz görsəz, lap birinci növ şəklində, ikinci növ üçün fərqi yox. Nə şəkildə görsəz belə parçalanmadan bütöv cümləsi olur. Oldu mu? Bir də uşaqlar, bu rəsmi adlar verirlər insanlara. Əməkdar elm xadimi. Bir də onu buraya yazmıram. Burada insan anlayışı bildirin hissəsi kiçiklə yazılacaq. Əməkdar müəllim. Xalq artisti. Bəli, məsəl üçün yazılır necə? Xalq yazılır, artisti kiçiklə yazılacaq. Əməkdar müəllim. Əməkdar müəllim. Dövlət incəsənət xadimi artıq kiçiklə yazılacaq. Yəni bu formada. Burada dedik bayaqlarım insan bildirənlərdən sadəcə Azərbaycan milli qəhrəmanının hamısı böyüklə yazılmış olur. Mürəkkəb adlardan yadımızdan çıxan nə qaldı?
Nəsə qaldı mı? Bir də nə var uşaqlar? Abreviatura şəklində olan, amma dilimizə tərcümə olunmayan mürəkkəb adlar var. Məsəl üçün, Amerikan neft şirkəti, OPEC. Bu bizim dilimizə artıq tərcümə olunmur. Olduğu kimi qalır. Və yaxud da NASA var, bəli. Çünki bunun hamısının bir mənası ilə Azərbaycanın özündə SOCAR var, düzdür? Bu açılışı ingiliscə olduğu üçün biz bunu deyə bilmirik. Kimsə açılışını bilə bilər SOCAR-ın. Görürsünüz? Bütün gün gözümüzü qabağındadır, amma mənasını bilmirik. NATO sözü var, məsəl üçün. NATO, deyək ki. Və s. Bu kimi alınma şəkildə bizə gəlib çatmış və açılışının hamısında bir ingilis sözü və ya digər ölkələrin dillərinə məxsus olan sözlər varsa, bunların açılışı olmur. Bu qədər uşaqlar. Əlavə də nəsə yadımdan çıxan oldusa, Allah köməyiniz olsun, kitabda var. Necə? Bayaqlarım dedikdə titul bildirən sözlər. Məşədi, Kərbəlayı, Hacı, Molla, Mirzə, Ağa, Xan, Şah. Əvvəldə gələndə böyüklə, ortada və sonda gələndə kiçiklə. Belə. Yoxdur ki, sualınız. İnşallah həmişə belə olsun. Vəssalam. Dərs tamam.